Böyük təsərrüfat rayonu olan Ağcabədidə pambıqçılıq sahəsi ildən ilə daha da inkişaf edir. Öz iqtisadi potensialını genişləndirir. İyunun 26-sında çəkiliş qrupumuz pambıq becərmə işləri ilə bağlı rayon ərazisində yerləşən pambıq sahələrində olub. Azərpambıq Aqrar Sənaye Kompleksinin Ağcabədi filialı ilə müqavilə bağlayan fermer Rauf Gülmaliyevin sahəsinə baxış keçirən Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov iş prosesini yaxından izləyib, fermerlərlə fikir mübadiləsi aparıb. Fermerin verdiyi məlumata görə, ötən il 45,46 sentinel məhsul götürübsə, bu il sahələrdən daha artıq məhsuldarlıq gözlənilir. 1010 pambıq sortu əkilən 36 hektarlıq sahələrdə defoliasiya işləri də uğurla həyata keçirilib. Eyni zamanda yaşıl alaq otlarına, habelə zərərvericilərə qarşı bütün profilaktik tədbirlər də görülüb. Rayon rəhbəri pambıq sahələrinə baxış keçirərkən, fermerlərə becərmə traktorlarının üzərində yığılmış kultivatorların işçi orqanlarının dəyişdirilməsini tövsiyə edib. Bundan sonra Prime Cotton MMC-nin Ağcabədi filialına məxsus sahələrə baxış keçirən icra başçısı burada da işin gedişi ilə tanış olub. İş başında olan fermerlərə, pambıqçılara məsləhətlərini verib. Televiziyamıza müsahibə verən fermerlər hazırki iş prosesləri, qarşıya qoyulan öhdəliklər və gözləntilər barədə danışıblar. Gülmaliyev, Rauf Mirzaloğlu'nun yerindəyik. Bunun becərməsi, defolasiyası düzgün, agrotexniki qaydada getmişdi. Bu 5-ci kultivasiyadır, çəkilir və heç bir problemi yoxdur. Keçən il 45-10 sentinerlə kondisiya çəki vermişdi. Bu il inşallah Allahın köməkliyi ilə ondan yüksək məhsul əldə eləyərik. İsmail Məhəmməd Məhvoğlu, Ağcabədi Aqrar MMC, Ağcabədi filialı. Ali təhsil, ixtisasçı mühasib. Mən 2022-ci ildən Aqrar MMC-də pambıq əkirəm. Hər zaman çalışmışam ki, yüksək məhsul əldə edəyəm. Və son nəticə 2025-ci ildə 45,3 sentinel olmuşdur. Cənab Prezidentin qeyd elədiyi kimi, ölkəmizdə kənd təsərrüfatına yararlı torpaq sahəsi məhdud olduğuna görə biz çalışıb kənd təsərrüfat məhsulunun istehsalını intensiv yolla, yəni hər hektardan əlavə xərc qoymalı daha çox məhsul götürmək bir hədəf kimi qarşımıza məqsəd qoymuşuq və 2026-2030-cu illər ərzində Cənab Prezidentin kənd təsərrüfatı ili qeyd elədiyi kimi biz də çalışacağıq ki, istər bitkiçilik, istərsə heyvandarlıq, kənd təsərrüfatının bütün sahələrində çalışan maksimum nəticə əldə edək və həmin nəticə 2030-cu ilə yox, 2027-ci ilə kimi yüksək nəticəni əldə edib başa vuraq və biz öz töhfəmizi bu cür bildirək. Rayonumuzun pambıq təsərrüfatı üçün xeyirli uğurlu olsun. Gündüz sevindik Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.